MİQ və sertifikasiya imtahanlarına hazırlaşan Azərbaycan dili ədəbiyyat müəllimləri üçün sınaq paketlərimiz haqqında məlumat verim. Çünki yazıb soruşanlar çox olur. Bu ildə sınaqlar varmı? Suallar necədir? Məlumat verim ki, ötən illərdən fərqli olaraq bu il qrup şəklində açmırıq sınaq paketlərini, sınaq qruplarını. Çünki bu ilin ortasından, əvvəlindən həmin sınaqları əldə etmək istəyənlər çox oldu deyə, yəni ilin sonunu gözləmədik qrup açmaq üçün. Artıq bir qədər fərqli sistemdə göndərdik. Hər kəs ödəniş elədikdən sonra, yəni o paketdəki sınaqların hamısını və onların izahını alır, istədiyi sürətlə işləyir. Çünki elə tələbə var, deyir, mən 3 günə bir dənə sınaq işləmək istəyirəm. Eləsi var, deyir, mən gündə 5 dənə sınaq işləmək istəyirəm. Yəni, paketi alırsınız, istədiyiniz sürətlə işləyirsiniz. Gələk suallara. Sualların hər biri imtahanlara uyğunlaşdırılmış formadadır. Həm çətinlik baxımından, həm də quruluş etibarilə. Yəni, o sualların içində heç bir dənə də boş sual yoxdur ki, məsələn, tutaq ki, mən səni çağırdım, buradakı əvəzliklər hansı haldadır? Belə bir sual yoxdur ki, siz ona baxıb deyəsiniz ki, mən bunu onsuz da bilirdim də, burada mən beyin işlətməli nə var ki? Bütün suallar düşündürücü formadadır, həm faktoloji olaraq, həm məntiq olaraq, həm detal olaraq, hər tərəfli düşündürücü formadadır və gələk mətn suallarına. Mətn sualları Azərbaycan dilindən də bol-boldur, ədəbiyyatdan da. Ədəbiyyat mətn sualları bu dəqiqə demək olar ki, heç yerdə yoxdur. Yəni, sırf MİQ və sertifikasiya imtahanlarına düşən tərzdə mətn sualları demək olar ki, heç yerdə yoxdur. Niyə demək olar ki, deyirəm? Çünki bizim paketlərimizdə çox belə sual var. Mətn sualı. Hətta elə sınaqlarımız var ki, məsələn, 20 sualdan ibarət bir sınaqdır, 20'si də mətndir. Yəni, kimin mətnlərdə problemi varsa, həmin sınağı işləyir və o boşluğu aradan qaldırır. Bəs bu ədəbiyyatda mətn sualları necə olur? Dediyim kimi, çox geniş yayılmış bir tip deyil, amma imtahanlarda düşür. Sual belə olur. Məsələn, keçmədiyimiz əsərdən bir hissə verilir və sən o əsəri, o hissəsini oxuyaraq verilmiş suallara cavablandırırsan. Məsələn, filan obraz hansı məqsədlə yaradılmışdır? Filan obrazın nitqindən onun daxili aləmi açılır, yoxsa açılmır? Filan obrazların diyaloqundan onların xarakterini müəyyən eləmək olur, yoxsa yox? Bədii sual işlənmişdir, yoxsa yox? Hansı ədəbi növdədir? Bu cür nəzəri və məzmun məsələləri sual kimi sizə təqdim olunub. Yəni, istər bu mətn suallarını, istər digər ədəbiyyat suallarını, istər Azərbaycan dili mətn və dil qaydaları suallarını işlədikdən sonra imtahanla bağlı heç bir probleminiz qalmır. Yəni, elə bir məsələ yoxdur ki, biz ona toxunmayaq, ancaq gəlsin imtahanda düşsün. Sual tipləri olaraq fərqli bir şey ola bilər. Yenə deyirəm, bizim imtahanlarda, sınaq imtahanlarında bu vaxtacan istifadə olunmuş bütün sual tiplərinə yanaşı, bu vaxtacan heç yerdə görmədiyimiz, yəni sırf özümüzə məxsus yeni sual tiplərdə xeyli var və onların izahlarını da əldə edə bilərsiniz. Bir sınaq paketinə daxildir 60 dənə sınaq, hər birində 20 dənə sual olmaqla. Yəni, 1200 dənə sual daxildir. 1200 dənə samballı sual plus onların izahı. Elə bir dənə sınağı işləsəz, görəcəksiniz ki, nə qədər fərq edir sizin üçün və onu da deyim ki, bu sınaq paketlərinin də sayı hesabı yoxdur. İstədiyiniz qədər sınaq paketi əldə edib imtahana qədər işləyə bilərsiniz. Yəni, bu sualları işləyin, gedin imtahanda rahatlıqla cavablandırın bütün sualları. Qeyd edeyim ki, artıq dərs qruplarımıza qeydiyyat dayanıb. Bundan sonra yeni qrup açmayacaq. Çünki yeni qrup açmaq effektiv deyil bundan sonra. Yəni, o sürət qrupları deyirsiniz, nə bilim, mega sürət qrupları, hər nə olsa, yəni biz o sürətlə gedib imtahana qədər proqramı keçə bilmirik, tədris eləyə bilmirik. Ona görə dərs qruplarımıza qeydiyyat dayanıb. Amma kimin ki bazası var, o sınaq paketlərindən istifadə eləyə bilər, yararlana bilər. Onlar üçün çox əlverişli olar bu. Həmin sınaq paketlərini əldə eləmək üçün elə dərs üçün verdiyimiz qeydiyyat nömrəsinə yaza bilərsiniz WhatsApp-da 051 537 90 86.